Dram Teatrında yubiley tədbiri keçirilib. Baş nazirin müavini Samir Şərifovun, Mədəniyyət naziri Adil Kərimlinin, Milli Məclisin deputatlarının, mədəniyyət və elm xadimlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yubiley gecəsində xalq şairinin həyat və yaradıcılığından bəhs edilib. Baş nazirin müavini Samir Şərifov çıxış edərək Sabir Rüstəmxanlının ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıb, eləcə də Baş nazir Əli Əsədovun yubiley məktubunu səsləndirib. Hörmətli Sabir Rüstəmxanlı, əlamətlər yubileyiniz, anadan olmağınızın 80 illiyi münasibəti ilə sizi ürəkdən təbrik edir, sizə ən səmimi arzularını yetirirəm. Siz dərin məzmunlu və şərəfli bir ömür yolu keçmiş, bütün fəaliyyətinizlə xalqımızın tarixi yaddaşını yaşadan, milli mənəvi dəyərlərini və iradəsini cəsarətlə ifadə edən mübariz şeirləriniz və nəsr əsərləriniz ilə daim Azərbaycan ədəbi bədii və ictimai-siyasi fikrinin diqqət mərkəzində olmuşsunuz. Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında sosialist realizmi yaradıcı metodunun sədlərini qıraraq, uzlarını yararaq ədəbiyyata gerçək insanı, kiçik insanı, gerçək həyatı böyük ədəbiyyata gətirən görkəmli xalq şairidir. 1946-cı il mayın 20-sində Yardımlıda dünyaya gələn Sabir Rüstəmxanlı erkən yaşlarından ədəbi fəaliyyətlə məşğul olub. 1967-ci ildən etibarən isə bu sahəni özünə əsas peşə seçib. Yazıçının ilk kitabı 1970-ci ildə nəşr olunub. Onun ömür kitabı əsəri Azərbaycanda milli düşüncənin və vətənpərvərlik duyğularının oyanmasında mühüm rol oynayıb. 1988-ci il Milli Azadlıq Hərəkatının mənəvi dayaqlarından biri hesab edilib. Ümumiyyətlə, Sabir Rüstəmxanlı poeziyasında vətən sevgisi, milli kimlik, azadlıq ideyaları və insan mənəviyyatı əsas yer tutur. Onun şeirlərində Azərbaycan torpağına sonsuz bağlılıq, xalqın taleyinə həssas münasibət aydın hiss olunur. Sabir Rüstəmxanlı çağdaş Azərbaycan tarixinin və üzü 70-ci illərdən bu yana Azərbaycan ədəbiyyatının görkəmli simasıdır, böyük şairdir, yazıcıdır, ictimai-siyasi xadimdir. Sabir müəllim epoxal adamdır. Azərbaycan tarixi və ədəbiyyatı qarşısında müstəsna xidmətləri olan adamdır. Mən onu yubiley münasibəti ilə təbrik edirəm, can sağlığı arzulayıram və yaradıcılıq uğurları arzulayıram. Sabir Rüstəmxanlı tanımaq istəsən, xəbər gözləyir.